Tezliyim yüksəlir, həyəcan olur, ürək döyüntüləri. Yəni. Aha, təzyiqim yüksəlir, həyəcan olur, ürək döyüntüsü artır. Aha, boğulma da olur. Olur. Aha, tərləmə də olur. Tərləmə yox, necə deyim, nəyəsə həyəcanlanan kimi hər şeyə çox tez həyəcanlanırım. Aha. Dişlərim bir-birinə qıcanır. Aha. Sonra bədənim başlayır üşüməyə, yenə əsməyə. Yəni özümü bir yerə yığa bilmirəm. Aha. Bu nə qədər vaxtı başlayıb? Onlar hardasa 2 ildir belə. 2 ildir. Get-gedə artır ya azalır? Artır. Get-gedə artır. Mhm. Son hardasa 4-5 aydır vaxt artıb. Mhm. 4-5 aydır artıb. Yuxun necədir? Yuxum təmiz pozulub son zamanlar. Yuxu pisdir. Subaysan? Yox, ailəliyəm. Aha, uşaqların var? Yox. Yoxdur. Bəs niyə bu qədər əsəbisən? Bilmirəm ki. Bilmirsən? Başında fikir çoxdur. Bəli. Aha. Bunun axırı nə olacaq deyirsən? Belə bir sual var. Yaxşı. Bəs uzun müddətdir də, yəni 2 ildir. 2 ildir bir həkimə müraciət eləmisiniz? Yox, belə çox da üstünə düşməmişəm. Demişəm, yəni keçib gedərdi. Amma son axır vaxtlar artdığına görə həm də təzyiqimlə əlaqədar, özüm də bilirəm sizinlə əlaqədardır. Təzyiqini necə bilirsən ki, təzyiqin qalxıb? Özümdə hiss edirəm, baş ağrısı, sonra çənəmdə ağrılar olur, ürək döyüntülərim yüksəlir. Yəni onda gedib ölçürsən ki, yuxarı. Neçəyə qalxır? 190-a qədər qalxır, 193 belə. Aha, adi halda necə olur? Məsələn, rahatsan, Son sakitsən. zamanlar düşəndə hardasa 120-80 olur. Ürək döyüntülərim uşaqlığımdan yüksək olan olub. Son zamanlar hardasa 4-5 aydır ki, belə. Lap da yüksəlir, 150, 170 belə. Yaxşı, bu vəziyyət gün ərzində hər gün olur? Son zamanlar bəli. Hər gün.